Zərfin mənaca növləri var. Birinci, tərzi hərəkət zərfi. İkinci, zaman zərfi. Üçüncü, yer zərfi. Dördüncüsü isə miqdar, yəni kəmiyyət zərfi. Siz bəzən miqdar adında görəsiniz, bəzən isə kəmiyyət formasında görəcəksiniz. Tərzi hərəkət zərfi. Birinci, yadınızda saxlayın ki, bunun sualı necə, nə cür və nə tərzdə. Yəni, hansı sualı burada yoxdur. Nə tərzdə, yəni nə vəziyyətdə bu sualları rahat şəkildə verə bilərsiniz. Daha hansı sualı yoxdur. Quruluşsa, bütün məna növlərinin dördü də sadə də olur, düzəltmə də olur, mürəkkəb də olur. Sadə dedikdə səlis, gözəl, asta, cəld, iti, təmiz, nə bilim, dərin, bu tipli sözlər sadədir. Məsələn, deyirəm ki, məsələn, asta danışır. Asta danışır. Danışır. Hansı tərzdə danışır? Tərzə hərəkət zərfidir. Asta danışır. Bu birincisi sadəlik. Düzəltmə dedikdə isə açı-əki, dan-dən, cacə, anə-yanə, ən şəkilçisi bunların hər biri düzəltməlik yaradır. Məsələn, desəm ki, dahi, yanə. Dahi sözün köküdür, yəni leksik şəkilçidir. Və yaxud da deyirəm ki, məsələn, türkcə. Türkcə. Türk sözün köküdür, cacə leksik şəkilçidir. Düzəltməsi bu. Mürəkkəblik nədir? Məsələn, bəzən az işlənən, az eşitdiyiniz bir şeyləri deyəcəyim. Ad, üstü. Tərzini bildirir. Və yaxud da ki, birdən birə. Bax, bunların yazılışına diqqət etmək lazımdır mütləq. Əyri-əyri, onsuz da söz təkrarlanırsa defisinin işlənəcəkdir. Əyri-əyri. Sonra addım başı, bitişik yazılacaq. Birdən birə defislə yazılacaq. Söz arası, bitişik yazılacaq. Bax, bu tipli sözlər ayrı yazılmır. Bunları yadda saxlamaq lazımdır. Söz arası, bitişik yazılacaq. Təkrarlanan sözlər adətən ayrı yazılırlar. Defislə yazılırlar. Tərzi hərəkət zərfi bəzən bir əlamətə də aid olur. Yəni, sifəti də izah edə bilir. Məsəl üçün, deyirəm ki, o yaman yorğun idi. Necə idi? Yorğun idi. O yaman yorğun idi. Baxın, burada hərəkəti yox, əlaməti izah edir. Yorğun idi. Necə idi? Yorğun idi. Kim? O necə yorğun idi? Yaman yorğun idi. Nə etdi? Əlaməti izah etdi. İzah etmək o deməkdir ki, özündən sonra hansı nitq hissəsi gəlirsə, izah etmək o sayılır. Yəni, hansı nitq hissəsinə məna cəhətdən bağlılığı vardısa, onu izah etməyə çalışır, onu izah edir. Tərzi hərəkət zərfi ilə tərz məzmunu ifadə edən qoşmalı söz, feili bağlama ilə bunu qarışdırmaq olmaz. Yəni, bilirsiniz necə? Tərzi hərəkət məzmunlu, məsəl üçün, tərz bildirən qoşmalı sözlə feili bağlamanı qarışdıra bilmərsən. Feili bağlamanın şəkilçilərini bilirik. Məsələn, ara gərəşdir, madam mədəndir, a-adır, ıb şəkilçisidir. Bunlar tərz məzmunu ifadə edirlər. Çünki feili bağlama da zərfin xüsusiyyətini daşıyır axı. O da feili bağlama zərfin xüsusiyyətini daşıdığı üçün tərzini də bildirir. Amma bu o demək deyil ki, bu sözlər mütləqdir ki, zərf hesab olunmalıdır. Xeyr, bunların hər biri feildir. Yəni, feili bağlamadır. Əgər mən desəm ki, məsələn, dərslərini oxumadan cavab verdi. Hansı tərzdə cavab verdi? Dərslərini oxumadan cavab verdi. Anam bizə hirslənərək, məsələn, üz-gözünü turşutdu. Hansı tərzdə üz-gözünü turşutdu? Hirslənərək üz-gözünü turşutdu. Burada feili bağlamadan söhbət gedir. Bu sizin məna cəhətdən tərzə hərəkət bildirən zərfinizdir. Sonra gəlirik zaman zərfinə. Zaman zərfi bəllidir də, nə zaman, haçan, nə vaxt suallarına cavab verəcəkdir. Quruluşda bu da sadə, düzəltmə, mürəkkəb, sabah, axşam, bayaq, əvvəl, sonra, bildir, inişi, sırağa gün. Əsas bunun yazılışını göstərim sizə. Sırağa gün. Sırağa deyə bir söz yoxdur deyə bu söz elə sadə söz sayılır. Sırağa gün. Burada ı olmur, s-r olacaqdır. Bəzən belə bir sözləri yazacaqlar, sizə doğru yazılış formasını istəyəcəklər. Sadə, düzəltmə və mürəkkəb olur. Məsələn, desəm ki, əvvəl səni yaxşı tanıyırdım. Əgər diqqətli olun. Əvvəl,
sonra bu tipli sözlərdən əvvəl dan, dən çıxışlı kal şəkilçisi görürsünüzsə, bu qoşma sayılacaq. Çünki əvvəldən qabaq belə bir şəkilçi gəlməz. Amma diqqət etməlisiniz. Bəzən bu şəkilçi gəlir, amma əvvəl və sonra ilə məna bağlılığı olmur. Məsəl üçün deyirəm ki, səndən əvvəl evin adresini soruşdum, sonra məsəl üçün yoluma düzəlmək istədim. Əvvəl səndən, burada səndən əvvəl demiş ki, əgər mən dandəni deyib, kiçik də olsa bir fasilə verib sonra bu sözləri işlədirəmsə, bunlar zərf olur. Yox, mən bu dandəni işlədib, arxasınca bu sözü fasilə vermədən deyirəmsə, bu olur zərflik. Məsəl üçün, əgər desəm ki, səndən əvvəl mən gəldim, səndən əvvəl, görsüz fasilə vermirəm, səndən əvvəl. Səndən əvvəl mən gəldim, fasilə vermədən dedim. Deməli, bu qoşmadır. Amma desəm ki, səndən əvvəl adresi soruşdum. Adresi soruşdum. Səndən əvvəl adresi soruşdum. Fasilə verdim. Yəni, bu dandəni uzadıramsa, belə deyək də başqa formada, dandəni uzadıramsa cümlə daxilində, deməli, bu əvvəl zərfdir. Yox, mən dandəni uzatmadan birbaşa bu sözə keçirəmsə, deməli, o zaman qoşmadır. Ona diqqət etməlisiniz. Mütləqcə diqqət olunmalı məqamlardan biridir. Düzəltmə feillər isə, məsələn, birinci fəsilləri deyək, qışda, yayda, payızda, ildə, ayda, gündə, onda, bu tipli sözlərimiz isə düzəltmə sayılır. Yəni, fəsillərin tərkibində qışda, adətən nə deyirik? İsimlər özünə görədir, onlara toxunmuruq. Qışda, artırdın mı? Zaman anlayışı bildirir. Yayda, ildə, ayda, gündə fərq yoxdur. Bu zaman anlayışı bildirəcək. Mürəkkəb isə hansıdır? Axşam tərəfi. Diqqət edin bunun yazılışına ki, bunlar bitişik yazılır. Axşam tərəfi. Bu bitişik yazılacaqdır. Və yaxud da ki, deyirəm əvvəl, axır. Bir-birinin əksi olan sözü defisinə yazılacaqdır. Məsəl üçün, və yaxud da deyirəm ki, hərdən bir bitişik yazılacaq. Ara bir bitişik yazılacaq, amba-am bitişik yazılacaq, ara bir bitişikdir. Bəzi hallarda bunu salırlar, uşaqlar elə bilir, bəlkə bu ayrıdır, xeyr, bir yerdədir. Feili bağlamanın, məsəl üçün, anda, əndə və arkan əşən şəkilçilərini qəbul edən sözlər zaman məzmunu ifadə edə bilir. Çünki feili bağlama dedik ki, zərfin xüsusiyyətini daşıyır. Amma bu o demək deyil ki, o zərfdir. Xeyr, zərf deyir. O hələ də feili bağlamadır. Məsəl üçün deyirəm ki, ağaca çıxanda ayağım sındı. Sual verirəm. Ağaca çıxanda və yaxud da ayağımı burxdum. Nə zaman ayağımı burxdum? Ağaca çıxanda. Və yaxud da dərsi yazarkən fikrə getdim. Dərsi yazarkən xəyallara daldım. Dərsi yazarkən gələcəyə düşünü fərqi yoxdur. Nə zaman sualını verirsən? Bu sadəcə feili bağlamadır. Zərf deyil. Tez sözlərini yerinə görə zaman və tərz hərəkət zərfi kimi də işlədə bilərik. Məsəl üçün, evə gələrkən sürətlə cəld mənalarını ifadə edərsə, əgər bu sözlər, daha doğrusu, sürətli, cəld və sürətlə mənasını ifadə edirsə, tərz kimi çıxış edəcək. Yox, əgər məsəl üçün, vaxtından əvvəl davamlı və mütəmadi formasında ifadə edirsə, zaman ifadə edəcək. Yəni, o tez gəlibdir. Nə zaman gəlib? Vaxtından əvvəl gəlib. Bu sözlə əvəz edə bilirsinizsə, bu zaman anlayışı bildirəcəkdir. Bir də deyirəm, tez-tez, baxın, ya tez-tez, ya da sadəcə olaraq tez sözünü biz həm bunu zaman kimi, həm də tərzi hərəkət zərfi kimi düşünə bilirik. Tərzi hərəkət zərfi kimi düşünürük. Əgər tez-tez sözünü və tez sözünü, əgər mən bu sözləri sürətli, sürətlə və cəld sözü ilə əvəz edə bilirəmsə, sürətli, sürətlə və cəld, bu zaman tərzi hərəkətdir. Yəni, o tez-tez danışırdı. Yəni, o sürətlə danışırdı. Əvəz edirəm, deməli tərzdir. O tez gəlib desəm, o vaxtından əvvəl gəlib. Vaxtından əvvəl, məsələn, davamlı, mütəmadi sözü ilə əvəz edə bilirəmsə, bu zamansa zaman anlayışı bildirəcəkdir. Sonra yer zərfinə gəldik. Üçüncü qaydamız yer zərfi. Yer zərfini qətiyyən gedib isimlə qatmayın. Şəhərdir, kənddir, rayondur, qəsəbədir, nə bilim, dövlətdir, hər hansısa bu tipli sözlər qətiyyən zərf sayılmır. O isimdir. Məsəl üçün, mən Bakıda yaşayıram, harada yaşayıram. Baxın, bu cümləni yazıram ki, qarışdırmayın. Mən
Bakıda yaşayıram. Nəysə, yaşayıram. Nə edirəm? Yaşayıram. Kim mən? Harada yaşayıram? Bəli, zərflikdir, zərflik. Cümlə üzvü olaraq zərflikdir. Amma mən bunu morfoloji cəhətdən desəm, buna əvəzlik, buna isim, buna isə feil deyəcəm. Daha mən buna zərf deməyəcəm. Yəni, yer adlarını bildirmək ismə məxsus xüsusiyyətdir. Nəzərə alsaq ki, əgər mən buna zərf desəm, o zaman isim hara getdi? Axı, mən bunu nitq hissəsinə görə öyrənirəm. Sadə yer zərflərini biz daha çox sadələri dedikdə, birincisi ox işarələri ilə olanları da yadda saxlamaq lazımdır ki, həmişə ox işarəsi olmayacaq, sadəcə belə də yadda saxla. Yəni, irəli, geri, sağa, sola, yuxarı, aşağı, içəri, ora, bura, bəri, geri, bu tipli sözlərin hamısı yer zərfidir. Bu sadədir. Və yaxud da ki, düzəltmə olanda aralıqda, ortalıqda, yaxınlıqda, mürəkkəb olanlar isə sağa sola, üzü yuxarı, üzü aşağı, irəli geri, ora bura, daha çox ox işarələri. Əgər sən barmağı tutub işarə edə bilirsənsə, barmağı tutub daha çox işarə etdiyin istiqamətlərdir yer zərfi. Yəni, məsələn, mən Bakıda yaşayıb deyib, barmağı tutub işarə edib göstərə bilmərsən axı. Ona görə də bu isimləri qətiyyən yer zərfi ilə qarışdırmaq olmaz. Qətiyyən qarışdırmaq olmaz. Yer zərfi ilə məkan mənalı isimləri qarışdırsan, o zaman problem yaşayarsan. Yer zərfi ümumi yer anlayışını bildirir. Və adı çəkilən məkanın mənalı sözlə, məkanı dəqiq etmək olmur. Yəni, sən dəqiq yerini bilmirsən haradır. Məsələn, mən Bakıda yaşayıram dedikdə, sən bilirsən mən dəqiq haranı deyirəm. Amma mən ora gedirəm dedikdə, sən dəqiq bilmirsən. Mən marketə gedirəm desəm, sən biləsən ki, hara gedirəm. Yəni, yer anlayışında dəqiq bir yeri bilmirsən haradır. Sağa gedirəm, sola gedirəm, yuxarı gedirəm, aşağı gedirəm, nə bilirsən hara gedirəm. Mən sadəcə istiqamətimi bildirdim sənə. Məkan mənalı isimlər konkret yer bildirdiyi halda konkret yer bildirir. Məsələn, mən kənddə yaşayıram, mən orada yaşayıram desəm də anlayış yoxdur. Yəqin ki, bunu tam şəkildə, tam rahat şəkildə başa düşdük. Sonuncusu, miqdar zərfləridir ki, miqdar zərfləri hərəkətin, əlamətin, miqdarını və dərəcəsini bildirir. Nə qədər və nə dərəcədə suallarına cavab verir. Quruluşsa sadə, düzəltmə, mürəkkəb olur. Məsəl üçün, xeyli, az, çox, çoxlu, bu tipli sözlər sadə miqdar zərfləridir. Düzəltmələr isə tamamilə, dəfələrlə, bütünlüklə, hətta biz dəfələrlə sözünü, bax bu sözə demişdik ki, feili bağlamada, əgər dönə-dönə sözünü, dəfələrlə sözünü əvəz edə biliriksə, dəfələrlə, bu zaman o zərf olacaqdır, dəfələrlə. Və yaxud da, məsələn, mən deyirəm ki, bir dəfəlik, daha doğrusu bütünlüklə, lazımınca, azacıq, aylarla, illərlə, məsələn, səni aylarla gözləyərəm, nə qədər gözləyərəm? Aylarla gözləyərəm. Tamamilə bitirmişəm. Nə qədər, nə dərəcədə bitirmişəm? Tamamilə bitirmişəm. Mürəkkəblər. Ya eyni, məsələn, 2-2 gəlin. Təkrarlanan saydı. Ya az, çox, biraz, bir qədər, 1-ə 5, dönə-dönə, qat-qat, bu tipli sözlər mürəkkəb adlanır. Miqdar zərfləri sifətə də aid ola bilir. Yəni, bəzi hallarda sifətin də yanında olacaqdır. Yəni, həmişə feilin yanında olacaq deyə bir şey yoxdur. Məsələn, deyirəm ki, hava xeyli soyumuşdu. Hava xeyli soyuq idi. Soyuq idi. Baxın, sifət əvəz etdi. Xeyli soyuq idi. Sonra qat-qat sözü, məsəl üçün, qat-qat sözünü deyirik ki, üfüqi halda bir neçə təbəqə, lay-lay, çin-çin, təbəqə-təbəqə, qat-qat, laylar halında mənanı ifadə edirsə tərzi hərəkətdir. Yəni, məsəl üçün, bir neçə dəfə, dəfələrlə ifadə edirsə miqdardır. Yəni, ot tayası qat-qat yığılmışdı. Yəni, necə yığılmışdı? Layla yığılmışdı. Yoxsa dediyi, sənin, məsəl üçün, yaşayışın, filan kəsin yaşayışından qat-qat yaxşıdır. Burada miqdar, dərəcə bildirəcəkdir. Demək olar ki, artıq yekunlaşdırmağa gedirəm. Amma bir dənə bunları yadda saxlayaq. İsim və zərf olanlar vardır. Bəzi sözlərimiz vardır ki, onlar həm isim kimi işlənirlər, həm də zərf kimi işlənirlər. Məsəl üçün, gecə-gündüz, günorta, axşam, səhər bu kimi sözlər ismi sualına cavab versə isim olur. Yəni, nə? Səhər açıldı. Baxın, nə deyirəm? Səhər açıldı. Nə etdi? Açıldı. Sual verirəm. Nə açıldı?
Deməli bu nədir? Bu olacaq isim. Çünki niyə isimin sualını verdik? Axı zərfdə nə sualı yoxdur. Amma məsəl üçün mən desəm ki, səhər sizə gələcəyəm. Sual verəcəm. Nə zaman bizə gələcəksən? Nə zaman sual verirəmsə zərf olacaqdır. Bir də sifət və zərf kimi işlənənlər var. Yaxşı, gözəl, qəşəng, iti, cəld, doğru, dahiyanə, aydın, pis. Əgər bunlardan sonra isim işlədirəmsə, əşyaya aiddirsə sifətdir. Yəni gözəl qız, yaxşı danışıq, cəld uşaq, nə bilim, aydın nitq, doğru söhbət, budursa sifətdir. Yox, feil olursa, bu zaman zərf olacaqdır. Məsələn, aydın danışıram və yaxud da ki, yaxşı oxuyuram, bu tipli sözü desək zərf olacaq. Say və zərf olanlar var. Eyni qaydada sifət və zərfdə necə idisə, burada da elədir. Say özündən sonra ismə bağlı olur. Əgər özündən sonra ismə bağlanıbdırsa, olacaqdır say. Yox, özündən sonra feilə bağlanıbdırsa, xəbərə bağlanıbdırsa, olacaqdır zərf. Yəni, bir sıra və bir çox sayla sözləri ancaq yalnız say kimi işlənir. Başqa bir nitq hissəsi ola bilmir. Sonra bir də ki, ismə aid olub nə qədər sualına cavab olar və feilə də aid olub nə qədər sualına cavab olar. Sadəcə özündən sonra gələnə diqqət eləmək lazımdır. Qoşma kimi işlənib, zərf kimi işlənənlər də var. Mən bayaqları bu haqda danışdım. Əvvəl, qabaq, sonra bu tipli sözlərdən qabaq damdən şəkilçisinə diqqət etməlisiniz. Sadəcə diqqət edin ki, damdən şəkilçisi cümlənin əgər damdən şəkilçisini uzadıb, sonra əvvəl, sonra qabaq, doğru, tək, ayrı sözünə keçirsinizsə, o zaman deməli uzadıb keçirsənsə burada zərfdir. Yox, fasiləsiz keçirsənsə burada qoşmadır. Zərflə bağlı məlumatlarımız bu qədər.